İsrailin İstanbuldaki baş konsulluğuna bugün səhər saatlarında günortaya doğru silahlı hücum baş verdi. Hazırda ərazidəyəm və Levent bölgəsində yerləşən bu baş konsulluğun binasının ətrafında ajataj hökm sürür, digər qismi polis qoruyur. Burada yerləşən ofislərdəki çalışanlar hələlik ərazidən çölə buraxılmır. Zərərsizləşdirilib 3 nəfər, onların ikisinin qohum olduğu bildirilir və rəsmi açıqlamada qeyd olunub ki, hücumu təşkil edən şəxslərin ikisi qohumdur və araşdırma aparılır. Qeyd edim ki, İstanbulda yerləşən İsrailin baş konsulluğu 2 ildir ki, bağlı vəziyyətdədir və burada heç bir fəaliyyət yerinə yetirilmir. Bu hücumun təşkil olunma səbəbləri də araşdırılır. Bu hadisə baş verdiyi andan etibarən İstanbulda xüsusilə nəqliyyatda böyük bir sıxlıq oldu, ajataj oldu. Bütün nəqliyyat sahələri, bütün nəqliyyatlarda bir anda həyat dayandı deyə bilərik və ərazidə hal-hazırda xeyli sayda polislər keşik çəkir. Bu bizim dayandığımız əraziyə isə yalnız media nümayəndələri, jurnalistlər buraxılıb. Təxliyələr baş verdi və bir daha qeyd edim ki, bu silahlı hücumla bağlı araşdırma aparılır. Əməliyyat nəticəsində isə 2 nəfər polisin yaralandığı bildirilir.